Mən nə oxuyub tərcümə eləyəcəm, siz də gələn dəfə, növbəti dəfə həmin şeyləri mənə təkrarən cavab verməlisiniz. Go to the pet shop. Heyvan dükkanına gedinəm. Pet a dog. Uşaqlar, pet sözünün mənası şillə vur deməkdir. Təbii şillə vur. Oh, your finger, uf deyir. Sənin barmağın. Yəni, şillə vuranda it yəqin sənin barmağını dişlədi. Eləmi? Bəli. Altındakını oxuyuruq balam. Go to the police station. Polis məntəqəsinə gedinəm. Talk to the policeman. Polislə söhbət elə. Sorry, no bag found. Təəssüf ki, sənin sumkan tapılmadı. İndi yuxarıdan üçüncü oxuyuram. Nə balam? Saat 7 yazılar. Yox, 7 yox. Neysə. Go to the bus stop. Avtobus dayanacağına get. Put it down. Onu yerə qoyunan. But where is your shoe? Və ayaqqabıların hanım? Oh, there is no money in your pocket. Oy, deyir, cibində pul yoxdur.